Mən həmişə çəkilişlərimdə deyirəm ki, çəkilişə, yoxlamağa, evə gəliriksə, tamaşaçılarımıza ev təqdim eləyiriksə, bunun keyfiyyətini yoxlamaq lazımdır. Yəni böyük danışmaq kimi çıxmasın, başda lovğalıq kimi çıxmasın, yəni tövbə estağfurullah. Sadəcə həqiqətən bu evi biz təqdim eləyiriksə, başımız çıxdığımız, bacardığımız qədər keyfiyyətini yoxlamalıyıq. Və hal-hazırda evin yoxlanışından gəlirdim. Layihə, tikinti. Evin sağ, sol, arxa tərəfindən qonşu hasarlardan baxın gör nə qədər məsafədə aralı. Evin hələ ki həyətini göstərirsə, jalüz qapılar. Bütün kommunal xəttləri mövcuddur. Ev ümumi 2 sot nə qədər, 3 sota yaxındır, içindədir. Jalüz qapılar həyətyanı sahəmizdə. Baxın. Sanitar qovşaq və kladovka kimi istifadə olunmağa belə bir sanitar qovşaq buradır. Kladovkası da var. Suyu, qazı, işığı hər bir şey yerli yerində. Işıqlandırma sistemi, daimi su xətti. Yəni şirin suya qədər bu həyətə gəlir. Bizə də yerləşmə yerində deyirəm sizə. Maçda, Sabunçu rayonu Maçlar qəsəbəsi 186 nömrəli marşrut xəttinin yaxınlığı. Əsas yoldan da hardasa bir 700 metr məsafədə əsas yolda. Mən elə həyəti belə yoxlayıb göstərirəm. Məhəmməd məni yox. Məndən nə çək, həyəti göstərəcəm cəmaata. Biz 2 nəfərik, Məhəmməd qardaşımla gəlmişəm. O da evin içini yoxlayır. Evin içini yoxlayır ki, tamaşaçılarımıza, izləyicilərimizə, alıcılarımıza keyfiyyətli iş təqdim edək. Bu evimizin qabağında belə bir qəşəng terası, əyləşmək üçün smavarı, əsr yayınmalıdır. Məhəmməd, gəl, hardasan? O kuxnadan girdik, gəl bu yandan. Gəl bu yandan. Məhəmməd, hardasan qardaşım? Nə yoxladın? Nə inədin? Gəl. Əmlak bazarında bu qiymətə ev yoxdur, hörmətli izləyicilərimiz. Yəni həqiqətən tələsin. Endirmə düşür. Bu ev 138 min manata, paket kupça 3 sotda. Belə ev yoxdur. Bax görürsünüz, koridorun genişliyi istifonlandır. Digər otaqlar isə kombinin xətləri mövcuddur. Bəli, oraya yataq otağı sana. Sən daxil ol buradan mətbəx otağına. Burada hazır mətbəx mebeli yığılıb, hədiyyə, hörmətli izləyicilərimiz. Bir də mətbəx, bu həqiqətən xoşuma gəldi. Bunu özüm təqdim edəcəm. Bir dənə heç nəyə mətbəxdə dizayna fikir verin. Bir dənə rənglərin fikir ver uyğunlaşmasına. Mebelin keyfiyyəti. Dördgöz peç, aspirator, hər bir şey yerli yerindədir. Burada nə edirsən? Pul xərcləmirsən, nəyəsə remont eləmirsən. Bazarlığı verdin, girdin evə yaşadın, bax belədir. Məhəmməd bağışlar da. Hə, bir də yuxarını da çək. Gizli işıqlar, soyuducunun yeri, hər bir şey yerli yerində də getdik. Ağa, gəl qonaq otağına, gəl burasına ağa. Sən bir də burada genişliyə bax. Şəbəkə sistemi, pəncərə ilə dediyim kimi bütün otaqlarda kombinin xətləri var. Tristentin yəni burada bütün şumurda kimi qoyulub. Bəli, Avropa qapılardır, bilən qapılardır, bilənlər bilir, yəni keyfiyyətli qapılardır. Gəl digər otaqlara xanağa. Burada 2 yataq otağıdır, ailə otağını buradan çək xanağa. Genişlik göz qarşısında. Həqiqətən gəl 3-cü yataq otağına. Gördüyünüz kimi evdə də ki, yəni dəyərli laminat döşənir. Yəni ucuzlu, yəni iş görünmür bu evdə. Qoşularsa evin arxasını da oradan çək xanağa. Yəni həqiqətən layihə ilə tikilmiş ev, paket kupça. Ev 4 otaqdır ya, 4-cü otaq da var elə. Bura sanitar qovşağı. Hansı? 4-cü. Onu çəkib onu. Onu çəkib, gəl bura xanağa, gəl bura. Sanitar qovşağa gəl xanağa bax. Kabinası, bütün aksesuarlar, duşavoy, gördüyünüz kimi, asma tavan, onu da çəkilən orada xanağa, istifonlandır, koridor, mətbəx, sanitar qovşaq istifonlandır. Qiymət 138 min manat, Vişnovka. 138 min manat. Albalı 2-də, hörmətli izləyicilər. 186 marşrutdan 20 metr məsafəsi var. Əlaqə nömrəmiz səhifədə qeyd olunub. Bəli, siz də evinizi satırsınızsa bizə müraciət edə bilərsiniz. Bu evi də almağa tələsin. Buyurun efendim. Gələk, satırsınızsa gələk, çəkək, paylaşaq, real alıcı bazası ilə sataq. Bu evdə həqiqətən məsləhətlidir. Bu ev haqqında məlumat almaqsa səhifədə nömrə var, izləyin, çox sağ olun.